Mən Yaxşı gedirəm, həkimlər görürəmsə ki, o həkim siqaret çəkir. Ən azından mən nə eləyərəm? Mən ona baxıb siqaret çəkmərəm. Qutaraq başqa Mən şey yoxdur üzümü ya. çevirərəm, gələnəm sizin kimi Sigaretdən həkiməm. başqa vərdişlər var, Onlar var, Nədir o Sigaretdə Əli də o yanında. Hələ o Ən vərdişlər də Elə o virüsün vərdişlər də- hipotezləri Sigaretdən yəni. toya getməlidir, o vərdiş var, Gedir ondan. O da 3 kub, 5 kub. Hara aparır o uşağı zamanı? Bax, bundan gedir söhbət. Birinci növbədə Səndən İraq. Əli müəllim, biz bir dənə xahiş, mən danışım. Buyur atam, buyur. Birinci növbədə mən dedim ki, insan öz həkim olmalıdır. Öz həkim olmaq üçün nə olmalıdır? İnsanın beynində üsyan olmalıdır. İnsan, bəli, özünə mübarizə aparmağı bacarmalıdır. İradəsi olmalı. Bugün mən bura gəlməmişəm Əli müəllimlə dalaşım və yaxud xanımın sözünə irad bir. Mən bugün bir göstərici kimi buradayam ki, Bəli. bütün Azərbaycan xalqına, xüsusilə də Tamamilə gənclərə. doğrudur. Çox sağ ol, sözümüzü kəsməsək biz sizə minnətdarlığımı biz də bildirərdik. Və mən bugün burada bir örnək kimi gəldim ki, yəni... Özünə gedir, mən nə deyirəm burada? Deyirəm, Çox düz sağ olun. danışırsan da. Əli müəllim, Heç minnətdarım dəxli var. sizə. Çox sağ olun. Buyur atam. Çox sağ olun. Və bugün mən bir göstərici kimi gəldim ki, bir zamanlar mən özüm pis vərdişlərin aludəçisi oldum. Bu da sizin gözünüzün qabağında oldu. Bugün mən yaxşı işlərlə məşğulam, bu da sizin gözünüzün qabağındadır. Mütləq deyil kiminsə ayağı daşa dəysin, ayılsın. Baxın ətrafa, baxın bizə, ayılın. Belə bir söz var da, sual əslində bu deyir. Ağıllı insanla müdrik insanın fərqi nədir? Sual verirəm, Əli müəllim, ağıllı insanla müdrik insan fərqi nədir? Sən yaxşı bilərsən. Ağıllı insan düşdüyü hər bir vəziyyətdən çıxa bilir. Müdrik insan o vəziyyətə ümumiyyətlə düşmür. Mən indi, yəni gənclərə birinci növbədə tövsiyəm budur. Müdrikləşmək lazımdır. Çünki bugünkü gənclərimizin öhdəliyinə düşür sabahki Azərbaycanımızın həyat müqəddəratı. Bugünkü gənclərimizin arasında siyasətçilər böyüyür, idmançılar böyüyür, alimlər böyüyür, gələcəyin diplomatları, gələcəyin sənətçiləri. Biz bugün bunun təbliğatını eləməliyik. Biz daha danışmalı deyilik. Mənim nənəm nakolka vurub, yaxud mən araq içmişəm, nə eləmişəm, nə elə. Xeyr, gəlin indi bir dənə belə eləyək. Mən Bir onu dəqiqə. dedim yəni Gəlin ki, indi baş... mən özümü misal, səndən önəm də gəlib, qısaçı biləsən. Bir dəqiqə də. Hamısı nənəmiz olub da. Bəlkə düz danışmıram. Gəl indi əl-ələ verək sizlə. Bir tövsiyə eləyək, görək bu pis vərdişlərdən necə can qurtarmaq? Mən yolum deyirəm də. Deyin də, səhərdən burada belə Yolu bax sən, yolu sən. Ay sağ ol. Yolu sən. Yolum mənəm sən. Sən, yəni ki, sən naqlər durursunmuşkən. Çox sağ ol. Efirdə Çox sağ ol, insanlar çox sağ ol. baxırlar. Mən də şəxsən baxıram. Çünki mən o vaxtçılıq vəziyyətimi də görmüşəm, indi də görürəm. Yerlə göy qədər səndə çox irəliləyiş olub, həyata baxışların dəyişir. Çox sağ ol. Sən tamam elə bil ki, o qayıtmısan oradan. Mən istərdim, üzr istəyirəm oğlum. Mən çox istərdim ki, mənim